Onunla düşmən olmaq istəməzsiniz. Dünyanın aparıcı dövlətlərindən olan və qlobal proseslərdə mühüm rol oynayan bir dövlətin başçısı Prezident İlham Əliyevi dünya mediasına belə təqdim edir. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump bundan əvvəlki çıxışlarında da İlham Əliyev haqqında yüksək fikirlər səsləndirib. Siz böyük lidersiniz. Böyük lider mənim yanımda əyləşib. Mənim sizin üçün hədiyyəm var. İcazə verin onu təqdim edim. Zənnimcə bəyənəcəksiniz. Mənim 9 nəvəm var. İcazə versəniz hamısını götürərdim. Sizin 9 nəvəniz var. Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Əslində diplomatik praktikada rəmzi açar təqdimatı xüsusi hörmət və etimad göstəricisi hesab olunur. Birləşmiş Ştatlar Ağ Evin rəmzi açarını nadir hallarda xüsusi şəxslərə verir. Bu jest ABŞ-nin Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyətin və Prezident İlham Əliyevlə qurulan siyasi dialoqun səviyyəsinin göstəricisidir. Beynəlxalq görüşlərdə Prezident İlham Əliyevə göstərilən münasibət, səmimi dialoqlar və diplomatik jestlər dünya mediasının da diqqətindən yayınmır. Elə Misirin Şarm-əş-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Macarıstanın baş naziri Viktor Orbanın İlham Əliyevə xüsusi ehtiramını nümayiş etdirməsi də xeyli müzakirələrə səbəb oldu. Bu jest iki ölkə lideri arasında mövcud olan qarşılıqlı hörmətin, etimadın və uzunmüddətli strateji tərəfdaşlığın simvolik ifadəsi kimi qiymətləndirildi. İlham Əliyevin balanslı siyasət yürütməsi, praqmatik diplomatiyası onu göstərir ki, onunla ünsiyyət yalnız rəsmi protokolla məhdudlaşmır. Münasibətlər şəxsi etimad və səmimi dialoq müstəvisində qurulur. İlham Əliyevin qəti siyasi iradəsi ilə həm də işğaldan azad olmuş ərazilər bugün beynəlxalq diplomatiyanın mühüm ünvanına çevrilib. Bu torpaqlara həyat qayıdır. Dövlətin diqqəti, insanların ümidləri və gələcəyə inamla. Bugün kəndimizə gələndə biz həqiqətən kəndimizi tanıya bilmədik. Sanki bir Şveysariyadır, necə bir belə çox möhtəşəm, həddindən artıq möhtəşəm. Azərbaycan standartları belədir. Bu torpaqlarda uşaqlar yenidən gülür, böyüyür və gələcəyə inamla addımlayırlar. Uzun illər sükuta bürünmüş yurt yerlərində indi uşaq gülüşləri səslənir. Ne var köşmüsün? Ne var 3 gün? Kovanla sok yemiştim. Kovanla sok etmiştim, yemiştim. Bu torpaqlara qayıdış təsadüfi proses deyil. Dəmir yumruqla bu torpaqlara əvvəlcə qələbə, ardınca isə həyat gəldi. Sen de yumruğu maşallah yaptın. Bir zamanlar Qarabağla bağlı səsləndirilən iddialar, hədələr və xülyalar da gerçəkliyə çevrildi. Lakin onların istədiyi şəkildə deyil. Tarix bu dəfə ədalətin tərəfində oldu. Onların tankları bugün hərbi qənimət parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. Bugün Prezident İlham Əliyevin ad günü onun keçdiyi yolun, nümayiş etdirdiyi siyasi iradənin və qazandığı etimadın fonunda qeyd olunur. Qlobal liderlərin münasibəti, xalqla səmimi dialoqu və işğaldan azad edilmiş torpaqlarda bərpa olunan həyat onun liderliyinin əsas mahiyyətini açıq şəkildə göstərir. Qələbədən böyük qayıdışa uzanan bu yol dövlətçilik iradəsinin, milli birliyin və gələcəyə inamın təcəssümüdür. Bu yol bu gün də Azərbaycanı daha güclü, daha sabit və daha inamlı sabaha aparır. Elmin Bayramlı, Xəzər xəbər.